Fərid bəy, bu gün səninlə axırıncı dərsimizdir, son dərsimiz idi və bu 10 dərslik paketdə səninlə çox şey öyrəndik. İlk öncə meydançada öyrəndik, yadındadır, işlərsiniz. Sonra şəhər daxil dərslərimiz oldu, sonra arxa-arxaya gəldik sürük meydançada, arxa-arxaya sürmə öyrəndik, daha sonra arxa-arxaya zigzag var hərəkətlər, daha sonra parklanmanın bütün növlərini keçdik. Yenə şəhər daxildə demək olar ki, sürmədiyimiz yerin qalmış. Yəni biz çox yollarda sürmüşük, vacib yollarda sürmüşük. Qaranlıq vaxtda sürmüşük. Xüsusən qaranlıq vaxtda sürmüşük, sürətli yolda çıxmışıq səninlə. Bax, mən bunu həmişə deyirəm bütün tələbələrə və eyni zamanda sənə deyirəm. Tələbə var ki, onun dərsə tam hazır olub gedir. Tələbə var ki, götürmə qabiliyyəti biraz zəifdir, ya daha öncə hansısa kursa gedib, hansısa müəllim onu düzgün öyrətməyib, düzgün yönləndirməyib, həyəcan yükləyib, travma yükləyib. O tələbələrin 10 dərs öyrənmək çətin olur. Sən sıfırdan gəlmişdin, ağ kağız idin, nə dedik, götürdün maşallah. Və artıq 10 dərs bitdi və hətta bir dərs desən əlavə keçdirsən, 11 dərs oldu səninlə. 11 dərsə sən tam hazır bir sürücüsən, qardaş. Maşallah olsun, çox yaxşı öyrənmişsən. Sağ ol qardaş. Artıq sən avtomobil alıb, Allah qismət eləsin inşallah ən qısa zamanda avtomobil nəsibin olsun. İnşallah ki, maşın al, sür, ehtiyatla sür təbii ki, bilirsən qaydaları, sürməyi də çox yaxşı bacarırsan. Amma unutma bu sözümü. Bir böyük qardaş kimi, bir müəllimin kimi bu sözümü unutma. Yollarda təhlükə həmişə var. Yəni, mən sürməyi bacarıram. Mən burada yolum mənimdir, nişan mənə üstünlük verir. Heç vaxt arxain olma, həmişə diqqətli ol. Həmişə arxain olma ki, burada mən baş yoldan mən gəlirəm, mənə gözləyəcək də yox, diqqətli ol. Bir də qoysan ki, elə söz olur ki, görmür nişanı, elə söz olur ki, tələsir, elə söz olur ki, qaydanı bilmir, çıxır, qəza baş verə bilər, Allah razı olsun. Özünü qoru, ehtiyatla sür və sən sürməyi bacarırsan və onu demək istəyirəm ki, bir çox tələbələr var ki, dediyim kimi 10 dərsən mükəmməl şəkildə öyrənir, tələbə var ki, 10 dərsən biraz çox gəlir. Səni artıq mən yola salacağım. Bugün sən qaydama sürücü kursunun məzunusan, sənə əlavə dərs ehtiyacın yoxdur. Əgər tələbənin dərsə ehtiyacı varsa, mən onu tələbəyə deyərəm. Mən heç vaxt heç bir tələbəyə deməmişəm ki, gəl əlavə dərs götür. Birincisi, onu özümə sığışdırmıram. İnşallah işim var, tələbələrim boldur. Yəni ehtiyacım yoxdur ki, deyəm ki, məndən əlavə dərs saat götür. İkincisi, əgər tələbənin ona ehtiyacı yoxdursa, mən ona desəm ki, əlavə dərs saat götür, onun aldığımız məvacib bizim üçün haram sayılır. Çünki bu insanın ehtiyacı yoxdur da, bu insan sürə bilir. Nə ehtiyacı var əlavə dərsə? Amma və lakin, tələbə var ki, onun həqiqətən ehtiyacı var dərsə. Məsəl üçün, mən onu arxaya salsam ki, hə, sürə bilərsən, get rahat sür, iraq olsun. Gedər başına bir iş gələr, sonra ki, hə, müəllim mən arxaya salayım, mən bəlkə əlavə dərsliklə öyrənəcəkdim. Tələbənin 2 dərsə ehtiyacı varsa, deyirəm 2 dərsə ehtiyacım var. 5 dərsə ehtiyacım varsa, deyirəm 5 dərsə. Elə tələbə var, deyirəm, indən sonra 10 dərsə ehtiyacım var sənin. Çünki axılını götürmə qabiliyyəti yaxşı deyil. Axı, daha öncəki təlimçisi onu travmanı yükləyib, o heç nə öyrənə bilməyibdir. Əksinə qorxu ilə qalıb. Biz onun xüsusi metodikana işləmişik, onun qorxusunu almışıq. Amma 10 dərsə yekunlaşıb qurtarma olmur. Elə tələbələrə əlavə dərs saat deyirik. İndi, qardaş, sənə uğurlar olsun. Bu dərs əsnasında, bu kurs əsnasında bir aydan bəlkə çox da cərb edirsən, 10 dərs 10 saat olsa da, həftə 3 dəfə gəlirdin. Bu dərs əsnasında olar da insanların qəlbini yalnız Allah bilir. Bilmədən, istəmədən, hansısa səs tembrimiz, səs tonumuz, sözümüz, xəttinə qəlbinə dəyərsə haqqında hal elə. Yəni biz nə deyiriksə, tələbənin yaxşına deyirik. Onlar insandır, başa düşməz, bəlkə xəttinə dəyər, qəlbində istəmirəm, narahatçılıqla geçsin buradan. Əgər elə bir hal baş verirsə haqqında hal elə. Olmuyor ki, elə bir şey. Dəyməmişik. Şükür. Və sonda sözü sənə verirəm. Bax, indi mən ürək sözlərimi dedim. Səndən razı qaldım. Maşallah öyrəndin. Artıq deyirəm ki, rahat sürə bilərsən ehtiyatla. Sən, bax, bu 10-11 dərs əsnasında sürücülük kursundan, ilkin müəllimdən razı qaldınmı? Mən bura gələndə sıfır idim, sizin dediyiniz kimi. Gəldim, qaydaları başa salmağınız, hər şeyi belə xırdalığına kimi izah elədiniz. Nə bilim, parklanma, arxa-arxaya çox kurs öyrətməyir, siz onun dərinliyinə kimi öyrətdiniz. Hətta arxa-arxaya heç bir kameraya, nə bilim, heç bir güzgüyə baxmadan belə sürü öyrətmişəm. Mən məsəl üçün kameraya baxıram, burada deyirsiniz ki, güzgülərlə öyrən bunlarla. Çünki, necə başa salın. Yəni, çətin öyrəşdirirsiniz ki, sonra texnologiya sizə rahat gəlsin də, sonra. Düzgün. Yəni, çox razıyam sizdən. Texnologiya bizim rahatlığımız üçündür, düzdürmü? O rahatlıq həmişə var da. Sabah elə hava şərait olar ki, texnologiya işləməz.
çox güclü şaxtalar, qar yağar, görsənməz kameradan isə. Hmm. Sən güclərlə sürməyi bacarmalısan. Bunu biz həm güclərlə sürməyi öyrənmişik, həm kameraya baxaraq sürməyi öyrənmişik. Və bugünkü bu gündə maşallah hazır sürücüsən. Son sözüm oldu ki, çox razıyam sizdən. Çox sağ ol qardaş. Nə xoş mənə ki, razı qalmısınız digər tələbələr kimi. Mən də fəxr edirəm ki, cəmiyyətimiz üçün bir savadlı sözü daha yetişdirdim. Sağ ol, Allah'a emanet. Özünə yaxşı bax. Çəkilişi dayandırıram. Tələbələrin istəyinə görə simasını göstərmirəm. Tələbə istəsə göstərirəm, istəməsə göstərmirəm. İndi qərar aldıq ki, sima olmadan belə çəkiliş eləyək. Oldu, uğurlar olsun Fərid. Dayandıra bilərsən kartı. Sağ ol.